Türkiyədə işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev, Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd Əl-Şara ilə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Tufan Erhürmanla və Moldova prezidenti Maya Sandu ilə görüşlər keçirib. Suriya lideri ilə söhbət zamanı Suriyada baş vermiş dəyişikliklərdən sonra ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı konkret addımların atıldığı vurğulandı. Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq bu xüsusda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsinin əhəmiyyəti və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verməklə ümumilikdə bu ölkənin inkişafında önəmi qeyd olundu. Əhməd Əl-Şaraya Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə dövlətimizin başçısına bir daha minnətdarlıq etdi. Prezident Tufan Erhürman ilə görüşdə dövlətimizin başçısı Tufan Erhürmana Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti seçilməsi münasibəti ilə təbriklərini çatdırdı. Söhbət zamanı Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstəyə toxunuldu. Prezident Tufan Erhürman buna görə dövlətimizin başçısına təşəkkür etdi. Öz növbəsində Prezident Maya Sandu vurğuladı ki, Moldovada yaşayan Azərbaycan icması ictimai-siyasi həyatda fəal iştirak etməklə bu ölkənin inkişafına öz töhfəsini verir. Görüşdə Azərbaycan-Moldova münasibətlərinin perspektivləri müzakirə olundu, əlaqələrimizin inkişaf etdiyi vurğulandı, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından roluna toxunuldu. Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycan tərəfindən nümayiş olunan dəstək bir daha yüksək qiymətləndirildi.